Birinci sual. Birinci sualda sınaq 7. Deməli, dünyanın siyasi xəritəsi təbii ehtiyatlar mövzusu. Bizə deyir ki, birinci test tapşırığında dünyanın siyasi xəritəsinin formalaşmasına yeni dövr üçün səciyyəvi cəhətlər. Yoldaşlar, mərhələləri bilirsiniz. Qədim dövr, orta əsrlər dövrü, yeni dövr, bir də nə? Ən yeni dövr. 18-ci əsrdən belə deyək də, daha doğrusu Birinci Dünya müharibəsinə qədər olan dövr, yeni dövr sayılırdı. Ondan sonra olan dövr isə nə sayılırdı? Ən yeni dövr. İnkişaf etmiş ölkələr arasında dünyanın yenidən bölüşdürülməsi təbii ki, bu ən yeni dövrə aiddir. Avropa sivilizasiya dövlətlərinin müstəmləkələrə sahib olması, bəli, bu yeni dövr xüsusiyyətləridir. Düzgün cavabımız nə oldu yoldaşlar? B bəndi. Böyük İpək yolunun əhəmiyyətinin artması bu orta əsrlər dövrüdür. Asiya ölkələrində İpək yolunun əhəmiyyətinin artması qədim dövrdür. Asiya ölkənin imperiya sisteminin yaranması, bu da yenə orta əsrlərdə imperiyalar, bilirsiniz, böyük imperiyalardan söhbət gedir. Soyuq müharibə siyasəti ən yeni dövrə aiddir. Ona görə də doğru cavablarımız oldu nə? B variantı. Yeni dövrdəyiz, birinci dünya müharibəsi. Bəli, yeni dövr ora kimidir. Sonra növbəti sual. Sual belədir. Sualda bizə deyir ki, dünyanın siyasi xəritəsinin formalaşmasına kəmiyyət dəyişiklikləri. Kəmiyyət dəyişiklikləri nə ilə bağlı məsələlər idi yoldaşlar? Əlbəttə ki, bəli, ərazilərlə bağlı idi. Ərazilərlə bağlı olduğu üçün də biz deyəcəyik ki, bura aiddir. Deməli, dünyanın müasir siyasi xəritəsinin formalaşması kəmiyyət dəyişikliyi. Dövlət idarəetmə formaları keyfiyyət dəyişikliyidir. Müharibələr nəticəsində ərazilərin zəbt olunması 2, yeni kəşf olunan ərazidən ölkələr birləşdirilməsi 3, müstəmləkələrin müstəqillik əldə etməsi keyfiyyət dəyişikliyidir. Dövlətlərin müxtəlif təşkilatlarda əməkdaşlıq etməsi keyfiyyət dəyişikliyidir. Ölkələrin parçalanması və birləşməsi isə kəmiyyət dəyişikliyidir. Doğru cavab oldu verilənlərdən 2, 3, 6 variantımız A bəndi. Növbəti test tapşırığına baxırıq. Deməli belə. Sualda bizə nə deyir? Sualda qeyd edir ki, 90-cı illərdə müstəqillik əldə edən türk dövlətləri, bilirsiniz, SSR-nin tərkibindən ayrılmış dövlətlərdir. Bura uyğun gələcək. Qazaxıstan, Tacikistan, Fars dövlətdir. Buna biz türk deyə bilmərik. Azərbaycan, Türkiyə bilirsiniz 1923-də müstəqillik əldə edib, ona görə də yanlışdır. Macaristan bildiyimiz kimi Avropa ölkəsi olmaz və Qırğızıstan. Doğru cavabımız oldu. 1, 3, 6 variantımız C bəndi 3-cü tapşırıqda. Sual aydındır. Növbəti sual. Deməli, 3-cü test tapşırığı. Yoldaşlar, 3-cü test tapşırığında bizə soruşur, xəritə sıxımda rəqəmləri əsasən ən qədim, yəni eramızdan əvvəl 4-cü minilliyə aid sivilizasiyanı müəyyən edin. Tarixdən də bilirsiniz, ən qədim sivilizasiya nədir yoldaşlar? Təbii ki, Mesopotamiya ovalığı 2 çay vadisi arası ərazi. Yəni gördüyünüz kimi 4-cü məntəqə. Cavab A bəndi. Digərlərini mən sizin diqqətinizə çatdırım. Burada 3-cü gördüyünüz məntəqədə eramızdan əvvəl 3-cü minilliyə aiddir bura. Sonra sizin burada gördüyünüz bu 2 rəqəmi ilə verilən məntəqə, bu eramızdan əvvəl 2-ci minilliyə aiddir. Yerdə qalan yoldaşlar 4 rəqəmi ilə, daha doğrusu 1 rəqəmi ilə və 5 rəqəmi ilə gördüyünüz yerlərin hər ikisi müvafiq olaraq Andövzəsi və Qərbi Afrika, bunlar eramızdan əvvəl 1-ci minilliyə aid olan sivilizasiyalardır. Yadda qaldı. Növbəti sual. Qərb sivilizasiyasını Avropada yaransa da, bizə deyir ki, onun Şimali Amerika və Avstraliyada geniş yayılmasına təsir göstərmişdir. Yoldaşlar, burada məsələ ondan ibarətdir ki, bu sivilizasiya növü yeniliklərə açıq və xüsusən də gəmiçiliyin inkişaf elədiyi sivilizasiya idi. Ona görə də Amerika, Afrika və Avstraliya qitələrinə doğru yayıla bilmişdilər. Doğru cavabımız Y variantı dənizçiliyin inkişafı hesab olunacaq. 6. Sayan Altay dağlarının şimal-qərb bölgəsi, mən bunu sizin diqqətinizə çatdırım. Tıva, Altay, Xakasiya, Türk dövlət qurumları. Mərkəzi Asiyada bilirsiniz, Qazaxıstan, Türkmənistan, Özbəkistan kimi, Sintizyan, Uyğur kimi dövlət qurumu və müstəqil dövlətlər var. Qafqaz regionunda bilirsiniz, Azərbaycan var. Kiçik Asiya yarımadasında Türkiyə var. Və belə də ümumi əlamət odur ki, türk sivilizasiyaların yayıldığı ərazilərdir. 6-cı sualın doğru cavabı oldu A bəndi. 7-yə baxırıq. Türk xalqlarının dini inancları ilə bağlı uyğunluq. Yoldaşlar, Qaqavuzlar bilirsiniz ki, yerləşirlər Moldovada və xristiyan türklərdir bunlar. A. Getdi 2-yə. Tatarlar bilirsiniz ki, İslam sivilizasiyasıdır. Gedəcək 1-ciyə. Karaimlər Litvada məskunlaşanlar, bunlar əsasən iudaizmə etiqad edirlər. Qazaxlar bildiyiniz kimi yoldaşlar, bunlar etiqad edirlər. Türklər olduğu üçün hara? İslama. Və Çuvaşlar əlbəttə ki, Volqa-Ural regionu Rusiya ərazisində etiqad edirlər xristiyanlığa. Doğru cavab B, D, A, Y, C variantımız D bəndi hesab olundu 7-ci sualda. 8-ci sual. Türk xalqları ilə bağlı bizdən soruşur, uyğunluğu müəyyən edin. Gəlin baxaq. Yoldaşlar, deməli, Türk xalqları ilə bağlı uyğunluğu müəyyən edin.
müstəqil dövlətə malik olanlar, biz burada götürəcəyik təbii ki, Qırğızları, Qırğızistan dövləti. Bundan sonra bizə deyir yoldaşlar, dövlət qurumuna malik olanlar, dövlət qurumuna malik olanlar olacaq Tatarlar, Tataristanda və Tıvallar, Tıval Respublikasında, BD və sonuncu yerli xalqlar isə olacaq Naqaylar və Qımıqlar, xüsusən də Şimali Qafqazda. A və Y. C. Tıvallarda Tıva dövlət qurumu var. Dövlət qurumu. Sibir regionunda, Cənubi Sibirdə. C, B, D, A, Y. Düzgün cavabımız oldu yoldaşlar. A bəndi. 8-ci test tapşırığında. 9-a baxırıq. Azərbaycan Avropa ilə birləşən TANAP layihəsi üzrə çəkilən qaz xəttinin arzu olaraq keçdiyi ölkələr. Mən bu haqda sizə məlumat vermişdim. Bizə Türkiyəyə qədər Bakı-Ərzurum gedəndən sonra yeni bir layihə, Bakı TANAP layihəsi çəkildi. Azərbaycandan keçir Gürcüstan və hara? Türkiyəyə. Gürcüstan Türkiyə ardıcıllığına gələndə birinci nə gələcək? 4, sonra nə gələcək yoldaşlar? 1. Ondan sonra Türkiyədən hara keçəcək? Əlbəttə qonşusu 2 Yunanistana. Oradan müvafiq olaraq yoldaşlar Balkan yarımadasında keçəcək Albaniyaya, yəni 5. Ən sonda da Adriatik dənizi üzərindən hara keçəcək? İtaliyaya. Layihənin davamı TAP layihəsidir. Trans-Adriatik. Cavab 4, 1, 2, 5, 3. Variantımız nə variantı oldu yoldaşlar? Y bəndi. Aydındır 9-cu sual. 10. Aralıq dənizi və ya Mediterrana tarixi coğrafi regionuna aid olan ərazilər, bunlar Aralıq dənizinə çıxışı olan bölgələrdir. Avropa qitəsinin Qərbi Avropa regionunun Cənubi Avropa hissəsi, Şərqi Avropa regionunun Cənub-Şərqi Avropa hissəsi və Asiyanın Cənub-Qərbi Asiya hissəsi, Türkiyə, Livan, İsrail, Suriya və bir də Şimali Afrika. Doğru cavabımız verilənlərdən oldu A variantı. 11-ci sual. C7 böyük yeddiliyə daxil olan ölkələrə aiddir. Bilirsiniz, Amerika qitəsində Kanada və ABŞ, Avropada 4 ölkə. Britaniya, Fransa, Almaniya və İtaliya, Şərqi Asiyada da Yaponiya. Bunlar böyük yeddili idi, C7. Sonradan isə yoldaşlar Rusiyanın qoşulması ilə oldu nə? C8. Ən sonda isə dünyanın ən güclü ilk 20-liyi UDM istehsalına görə G20 meydana gəldi. Doğru cavabımız verilənlərdən AFR, Almaniya Federativ Respublikası, 5 Yaponiya və 6 Kanadadır. Cavab 2, 5, 6 C bəndi hesab olundu 11-ci sualda. 12-ci test tapşırığına nəzər yetiririk. Dünyada çox mərkəzli iqtisadi modelin yaranması hansı illərə təsadüf edir və hansı ölkənin iqtisadi inkişafının nəticəsidir? Sizlər bilirsiniz ki, dünyada əvvəl tək mərkəzlik var idi. Söhbət gedirdi Avropa regionundan. Sonra ABŞ-ın, yəni Amerika Birləşmiş Ştatlarının inkişafı ilə bağlı oldu 2 mərkəzlilik. Ondan sonra da 1950-ci illərdən sonra, hansı ki, elmi texnik inqilabdan sonra deyəcəyik, Yaponiyanın sürətli inkişafı ilə dünyada yarandı çox mərkəzlilik. Doğru cavab oldu 12-də Y variantı. Növbəti suala nəzər yetiririk. Sualda bizə deyir ki, G20 qrupuna daxil olub G7-yə daxil olmayan ölkələr, G7-də yoxdur deyir. Yoldaşlar, G7-də təbii ki, bayaq saydıq, Çin yoxdur. G7-də yoldaşlar bilirsiniz, Türkiyə yoxdur və bir də Avstraliya İttifaqı yoxdur. Doğru cavabımız 1, 3, 4 variantımız nə variantı oldu? C variantı hesab olundu. 14-də Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyir. Qonur torpaqlar mülayim iqlim qurşağının didim enli yarpaq meşələrində, qara torpaqlar subtropik və mülayim qurşaqların çöl zonalarında geniş yayılıb. Ot örtüyü altında inkişaf edənlər qara torpaqlardır. 1. Mülayim iqlim qurşağında yayılmış olanlar yoldaşlar olacaq əlbəttə ki, ortaq cəhət, çünki ikisi də hardadır? Mülayimlərdə. 2. Enli yarpaq meşələr altında formalaşan qonur torpaqlardır. Birinciyə getdi 3. Yayıldığı ərazilərdə südlük istiqamətli heyvanlardır. Xüsusən də Qərbi Avropada əmtəlik xarakterlidir. Əlbəttə ki, olacaq qonur meşə torpaqlarında. 4. Sürüntü ilə zəngin olan, təbii ki, bu verilənlərdən sürüntü ilə zəngin olan hər ikisi olacaq. 5. Ortaq cəhət. 3-ə. Yayıldığı ərazilərdə taxılçılıq inkişaf etmişdir qara torpaqlarda. Bu da olacaq 6. Deməli, 3, 4, 1, 6, 2, 5 variantımız oldu yoldaşlar. D bəndi 14-cü sualda. Sürüntü niyə zəngin olur? Sürüntü niyə zəngin olur? Çünki qonur və qara torpaqlar özləri meşə torpaqlarıdır əsasən. Bilirsiniz, qırılmış meşələrin yerində tədricən qonur qara torpaqlar formalaşa bilir. Bunlarda humusun miqdarı zəngindir. Tünd rəngli torpaqlar münbit torpaqlar hesab olunurdu. Qonurdur, qəhvəyidir, qaradır. Bu torpaqlar əkinçilik üçün yararlı torpaqlardır. Özü də əksəriyyəti dəmir şəraitində. Aydındır. Qara torpaqlarda bitkinin xarakterindən asılı olaraq həm biz deyə bilərik ki, qara həm də qonur torpaq həm suvarma, həm də dəmiyə əkinçiliyi ola bilər. Davam edirik. 15. Doğru bəndləri müəyyən edin. Bizə ölkələrin respublika və monarxiya, yəni idarə etməsi, federativ və unitar, yəni inzibati ərazi nəyi soruşulur? Quruluşur. İtaliya biz bilirik ki, idarə etməsi respublika, inzibati ərazi quruluşu nədir? Unitar. Deməli, birinci sıra doğrudur. Braziliya biz bilirik ki, respublikada inzibati ərazi quruluşu isə federativdir. Bu da doğrudur. Norveç biz bilirik ki, respublika deyil, konstitusiyalı monarxiyadır. Ona görə də yoldaşlar, bu sıra avtomatik olaraq səhvdir. Belçika bildiyimiz kimi konstitusiyalı monarxiya, inzibati ərazi quruluşuna görə isə federativdir. Dünyada belə 4 dənə ölkə var idi. Belçika, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya. Aydın oldu.
Cavabımız 1, 2, 4'dür. Variantımız yoldaşlar Y bəndidir. O birisləri izah edirəm. Mərakeş konstitusiyalı monarxiyadır, lakin federativ yox, nədir? Unitardır, ona görə səhvdir. Meksika bildiyiniz kimi respublikadır, amma unitar deyil yoldaşlar, federativdir. Amerika qitəsində ABŞ, Kanada, Meksika, St. Kitts və Nevis, Venezuela, Braziliya, Argentina 7 dənə federativ ölkə var. Doğru cavabımız nə oldu? Y. 16. Müvafiq olaraq Avropa, Amerika və Asiyada yerləşən federativ ölkələr. Baxın, bir gedək. Avropada Avstriya ola bilər, Amerikada ABŞ ola bilər, amma Asiyada Qətər federativ deyil, unitardır. B-yə baxırıq. Almaniya Avropada ola bilər, Kanada Amerikada ola bilər, amma Qazaxıstan Asiyada unitardır. Rusiya Avropada ola bilər, Braziliya Amerikada ola bilər, Pakistan da Asiyada federativdir. Doğru cavab C-dir. Bugün Cənubi Asiyada Pakistan, Hindistan, Nepal federativ ərazi quruluşuna malik ölkələrdir. Aydın oldu? İsveç yoldaşlar Avropada unitardır, ona görə ola bilməz. Bir də bizdə burada müvafiq olaraq qeyd olunan, diqqətlə baxsanız, nədən söhbət gedir? Bosniya-Hersegovina Avropada federativ olsa da, Meksika Amerikada olsa da, İndoneziya Asiyada federativ deyil, ona görə də Y variantı səhvdir. Cavab oldu 16-da nə? C. 17-ci sualı nəzərə yetirik. Demədiniz 400'dür. Hə? 15'te 400'dür demədiniz. 15'də 400 idim. 1, 2, 4 götürdüm də. Y götürdüm də cavabı. Düz deyil. 17. 17-ci suala baxırıq. Xəritə sıxımda rəqəmlərlə verilən ölkələrin ümumi cəhəti 1 haradır? Qazaxıstan. 2 haradır yoldaşlar? Əfqanistan. 3 haradır? Çad. 4 haradır? Boliviya. Diqqətlə fikir versəniz, burada ən sadə bir şey var ki, bunların heç birinin okeana birbaşa çıxışı yoxdur. İndi gəlin baxaq. Federativ Respublika söhbəti, yoldaşlar, burada Qazaxıstan unitardır, ən primitivi. Deməli, 1 ola bilməz. OPEC təşkilatının üzvü Boliviyanın nefti yoxdur, OPEC-də üzv ola bilməz. Təsərrüfat birinci, ikinci sektorlar, yəni hasilat və emal sektorları bəli, üstünlük təşkil edir. Çünki burada xidmət və informasiya sektorlarının çalışanların payı azdır. 3. İnkişaf etməkdə olan ölkələrdir. Bəli, 4. Materik daxil ölkələridir 5. Yoldaşlar, bütövlükdə fəal seismik qurşaqda yerləşirlər ifadəsi təbii ki, səhvdir. 3 məsələn ən primitivi bura Afrika platformasıdır. Fikrimi çatdıra bildim mi? Ona görə də cavabımız 3, 4, 5, variantımız A bəndidir 17-ci sualda. 18. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri dövlətləri üçün ümumi əlamətlər. Monarx idarəetmə forması, bəli, bu doğrudur. Səudiyyə Ərəbistanı mütləq monarxiyanın teokratik formasıdır, hakimiyyətin dini ruhanilər əlində olması. Birləşmiş Ərəb Əmirlikləri isə elə biz dedik ki, mütləq nədir? Monarxiyadır. 1. Deməli, inzibati ərazi quruluşuna görə federativ, gözəl yoldaşlar, Birləşmiş Ərəb Əmirlikləri federativ olsa da Səudiyyə Ərəbistanı federativ deyil, unitardır. Arid iqlim şəraiti, bəli, tropik iqlim qurşağı Səhra yarımsəhra landşaftı, doğrudur. OPEC təşkilatının üzvü olmaları bu da doğru ifadədir. İnkişaf etmiş ölkələr səhvdir. İnkişaf etməkdə olan ölkələrdir. Qırmızı dənizin sahilində söhbəti səhvdir, çünki Birləşmiş Ərəb Əmirlikləri İran körfəzini görür. Vəssalam. Doğru cavabımız oldu verilənlərdən 1, 3, 4. A variantı 18-ci sualda. OPEC-ə üzv olmayan bir küveyt edib də Bəhreyn. Bəli. 19. Ölkələrin neftlə təminatını müqayisə edin. Yoldaşlar, neftlə təminatını müqayisə etmək üçün neft ehtiyatlarını bölməliyik. İllik neft nəyinə? Hasilatına. Bununla da çatacaq illərin nəyini tapacaq? Miqdarını. Sizlər görürsünüz, milyard neftin ümumi ehtiyatıdır. Milyon isə illik hasilatıdır. Milyardı milyona böləndə konkret olaraq milyardda neçə sıfır var? 9, milyonda neçə sıfır var? 6. 9 0 6 sıfıra böləndə 3 sıfır qalır. Mən deməli birinci tərəfin yanına 3 sıfır yazıb bölə bilərəm də illəri. A ölkəsini böləndə, yəni neçə? 2500-ü bölürəm neçəyə? 25-ə. Bu elədi yoldaşlar 100 il. B ölkəsini böləndə müvafiq olaraq 1800-ü böləcəm neçəyə yoldaşlar? 15-ə. Bu elədi 120 il. C ölkəsini böləndə gözəl insanlar, biz burada 3600-ü böləcəyik neçəyə bala? 40-a. Burada neçə il elədi? 90 il. İndi müqayisə aparanda biz görürük ki, B böyüdür nədən? A-dan, o da böyüdür nədən yoldaşlar? C-dən. Ona görə də düzgün cavabımız nə variantı oldu? C variantı. Müvafiq olaraq bizim 19-cu sualımızda. Növbəti suala nəzər yetiririk. 20-ci test tapşırığı. Sualda bizə nə deyir? Gəlin baxaq. Xəritə sıxanda filiz və yanar faydalı qazıntılar. Bunun sadə bir yolu var idi. Mən dedim, əsasən yüksəklik yaylalar və dağlarda denudasyon və maqmatik denudasiya prosesinin üstün inkişafına görə maqmatik və kristalik bünövrə hara çıxır? Səthə. Ona görə də olur filiz faydalı qazıntı. Amma ovalıqlarda isə olur nə? Çökmə suxurlar, ona görə də yanar faydalı qazıntı. İndi deməli, birinci filizləri biz götürəndə götürəcəyik 1. Qərbi Avstraliya nəyi? Yaylası, dəmir filizinə görə. 4. Haradır yoldaşlar? Braziliya, dəmir filizinə görə, boksitə görə. Və 5. Əlbəttə ki, haradır? Dekan yaylası, Hindistan, dəmir və manqan filizlərinə görə. Amma yoldaşlar, yanar faydalı qazıntılara uyğun gələcək hara? Deməli, verilənlərdən 2. Qərbi Sibir, neft və təbii qaza görə. Şimali Afrika 3. Və bir də son olaraq Mississippi sahili və Meksikayan ovalıqlar
6. 1, 4, 5, 2, 3, 6. Düzgün cavabımız oldu 20-də B variantı. 21-ci suala baxırıq. Sualda deyir ki, xəritə sxemə əsasən xəritə sxemə və cədvələ əsasən doğru bəndləri müəyyən edin. Eləyək. 2 və 3. 2 gördüyünüz kimi Cənub-Şərqi Asiya, 3 isə haradır? Şərur Ordubad düzənliyi. Buxarlanmanın miqdarı böyükdür ifadəsi səhvdir. Burada buxarlanma qabiliyyəti böyükdür, amma buxarlanma azdır. Çünki su çatışmır. Yoldaşlar 1 ilə 4 görürsünüz. Murovdağ silsəsi, baş su ayrıcı silsilə. Bəli, dağlıq ərazilərdir. Mezzo yaşlı suxurları yayılıb. Yüksək dağlıq, Euro orta dağlıq təbaşir. İfadə doğrudur. Sonra 4 ilə 5 yüksək dağlıq və bir də Talış dağlarının ətəklə orta dağlığı. Bilirsiniz, burada yağıntıların miqdarı nisbətən boldur. 4-də yüksək dağlıqdır deyə yağıntı qismən azalır orta dağlıqlığımız. Amma hava soyuqdur deyə su buxarlana bilmir və əmsal vahiddən böyük olur. Talış dağlarında da yağıntının bolluğuna görə əmsal vahiddən böyük olur. 4-5 əmsal vahiddən böyükdür ifadəsi doğrudur. 3 ilə 6. Yoldaşlar 3 gördüyünüz kimi Şərur Ordubad, 6 isə bildiyiniz kimi Samırda və Soğan cənub-şərqidir. İntrazonal landşaftlar geniş yayılıb heç birində. Çünki burada intrazonallıq mövcud olmalıdır. Samırda və şimalı, şollar düzü yaxınlığında. Ona görə də yanlışdır. 2-6-ya baxırıq. 2 və 6. Yoldaşlar düzən ərazilər olduğu üçün üzvü mənşəli faydalı qazıntılar yayılmışdır. Söhbət gedir bu bölgələrdə siyazən bölgə neft və təbii qazdan. Doğru ifadədir. 2, deməli 3, 5. Düzgün cavabımız da bənd oldu. Y. 6-ya baxaq. 1 və 5 bizə verib Murovdağ və müvafiq olaraq Talış dağları. Filiz mənşəli faydalı qazıdır. Biz demişik Talış dağlarında mineral resurslar zəifdir. Aydın oldu. Davam edirik. Eyni miqdarda enerji əldə etmək üçün verilən yanacaq növlərinin hansının kütləsindən müvafiq olaraq daha az? Uşaqlar, əgər biz az istifadə eləyəcəksə, deməli bunun istilik vermə qabiliyyəti nədir? Çoxdur. İstilik vermə qabiliyyəti verilənlərdən ən yüksək hansıdır? Neft, yəni 4. Amma daha çox tələb olunursa hansı ki cavabda, o zaman bizdə istilik vermə qabiliyyəti daha az olanı götürməliyik. Nədir? Yanar şist. 4 və 3. Doğru cavab A variantı. Aydındır. 23. 23-ün yoldaşlar tərifini bilirdiniz ki, ÜDM özü bərabər olurdu. Daxildə xarici şirkət, üstə gəlinsin daxildə hansı şirkət? Yerli şirkət. Ümumi milli məhsul isə hesab olunurdu. Yerli şirkətin hardakı payı? Yerli şirkətin daxildəki plus, yerli şirkətin hardakı payı? Xaricdəki payı. İndi bizə deyir ki, ÜDM özü 360 milyarddır. Okey, bunu yazdıq. ABŞ dollarıdır. Ümumi milli məhsul nə qədərdir? 300 milyard, bunu da qeyd elədik. Yoldaşlar deyir ki, ölkə şirkətlərinin, yəni ümumi milli məhsulda yerli şirkətlərin payı ümumi milli məhsulun 15%-dir. Yəni 300 milyardın neçə faizi? 15%. Gəlin ilk əvvəl bunu tapaq. 300 milyardın 15%-ni tapmaq üçün 300-ü biz vuracaq 15-ə böləcəyik neçəyə? Əlbəttə ki 100-ə. Bu nə qədər elədi yoldaşlar? 45 milyard. Əgər bizdə ümumi milli məhsul 300 milyarddırsa və onun 45 milyardı ölkənin xaricindədirsə, 300-dən 45-i çıxacaq. Ölkə daxilində yerli şirkətlərə nə qədər qalacaq? 255 milyard. Doğrudur yoldaşlar. Əgər 255 milyard bizim ölkə şirkətlərimizin daxildəki payıdırsa, daxildə biz müvafiq olaraq nəyi tapa bilərik? Xarici şirkətləri. Bu zaman 360-dan neyi yiyəcək? 360-dan 255-i çıxacaq. Doğru cavab olacaq 100. Neçə yoldaşlar? 5. Qutardı 7. Deməli, doğru cavab neçəymiş? 105 imiş. Çünki sualın şərtində bizə ÜDM-də xarici şirkətlərin payını soruşurdu. Cavab 105. 24. 24 sadə sualdır. Niyə? Xəritə sxemə əsasən doğru olmayanları soruşur bizdən. Doğru olmayanlar. Ölkələrə uyğun xüsusiyyətlər qeyd edib. A-nı hamımız görürük. A haradır? Qazaxıstan. Düzdür yoldaşlar? Yazıb ki, məhsuldar qara torpaqlar yayılmışdır. Bu ifadə doğrudur çünki burada steplər, yəni nələr var? Çöllər. Birinci ifadə doğrudur. Bunu götürmürük. 2-yə baxırıq. 2-də deyir ki, B. B ölkəsinə nəzər yetirsəz haradır yoldaşlar? B Yaponiyadır. Deyir ki, boksit ehtiyatı çoxdur. Biz demişik, Yaponlar mineral resurslarla zəif təmin olunur. Deməli, bu ifadə yanlışdır. Biz 2-ni doğru cavab kimi seçəcəyik. C. Haradır yoldaşlar? Misirdir. Transsərhəd su ehtiyatlarının asılılığı çoxdur. Bəli, Nil çayı bilirsiniz ki, ondan cənubdan, Sudan dövlətindən gəlir və transsərhəd çaylar arasında münaqişə var. Ona görə də gözəl yoldaşlar, bu ifadə doğru olduğu üçün seçmirik. D-yə baxırıq. D-də bizə verilən ölkə haradır? Finlandiya. Yazıb ki, su və meşə ehtiyatları ilə zəngindir. Bəli, doğrudur. Şimal meşə qurşağı daxilində. Deməli, yoldaşlar, bu ifadə doğru olduğu üçün biz bunu seçmirik. Sonra Y-yə baxırıq. Y-də bizə hara verib? İslandiya. Yazıb ki, aqroiqlim ehtiyatları zəngindir. İslandiya subarktikdir. İşıq və istilik nisbəti zəif olduğu üçün aqroiqlim ehtiyatları zəngin yox, zəifdir. Deməli, seçirik 2-5 və F. F haradır gözəl yoldaşlar? Braziliya. Braziliyada da bildiyiniz kimi daş kömür mövcud deyil deyə onu ithal eləyir. İxrac etməyi səhvdir. Ona görə də bildiyiniz kimi cavab olacaq yoldaşlar 2, 5, 6.
Braziliyanın yerli daş kömürü az miqdarda var, lakin tələbatı həddən artıq çoxdur. Ona görə də onu nə edir? İdxal edir. Yoldaşlar, alır. 2, 5, 6. 25. Mineral resursların tükənməsi insanları hansı tədbirləri görməyə istiqamətləndirir? Mineral resursların tükənməsi insanları istiqamətləndirir. Tullantıların təkrar emalına 1. Süni materiallar istehsalına 2. Emal müəssisəsinin sayını azaltmaq fikri yanlışdır. Bu iqtisadiyyata mənfi təsir edə bilər. Xam malın kompleks istifadəsinə, yəni tullantıların belə istifadəsinə cavab 1, 2 və 4. Açıq sualın cavabı. Xam mal ixrac və idxalını dayandırmağa təbii ki, bu ifadə yanlışdır. Müəyyən ehtiyaclar uzbatından siz xam mal müəyyən qismini ixrac edirsiniz və ya idxal edirsiniz. Belə, 1, 2 oldu yoldaşlar 4. Növbəti sual, açıq sual. Bizə verilən ölkələrə nəzər yetirsəz, 1 haradı yoldaşlar Azərbaycan, 2 haradı yoldaşlar Türkiyə, 3 haradı gözəl insanlar Qazaxıstan. Sualda bizə deyir ki, təbii şərait və təbii ehtiyatlar üçün ümumi əlamət. Ərazilərə əsasən subtropik iqlim quşağında yerləşir. Bu Qazaxıstan üçün səhvdir, mülayimdədir. 1 getdi. Əlvan metal filiz ehtiyatları üçündə də var. Xromit, məsələn, alinit, bir də manqan filizləri və s. Üzr istəyirəm, manqan deyirəm, mis filizləri və s. 2. Daxili axar sövzəyə aid çayları var. Bəli, Kür və Araz elə bizim Azərbaycan və Türkiyə ərazisindən gələn çaylarımızdır. Rusiya, Qazaxıstan ərazisindən də Ural və Emba çayları Xəzərə tökülür. 2-3 ortaq cəhət. Üzvü mənşəli faydalı qazıntılarla zəif təmin olunub. Qazaxıstanla Azərbaycan zəif yox, necədir? Güclü, səhvdir. Relyefində cavan dağlar və yaylalar, bu ifadə daha çox səciyyəvidir Azərbaycandan ara Türkiyəyə. Amma Qazaxıstanda belə ifadə doğru deyil. Ona görə Azərbaycanda çox deyil. Bəli, bir dənə belə deyim də, geosinkron olan yaylamızın əsas yaylamız Qarabağ vulkanik yaylası. İfadə daha çox aktualdır Türkiyə üçün. Pont və Tavır dağları Anadolu yaylası. Cavabımız oldu açıq sual. 2 və nə? 3. Uşaqlar 27-də vəziyyət belədir ki, neft ixrac edən ölkələrə biz Bəhreyn və Oman deyəcəyik. Beynən nə? C. Yeni sənayeləşmiş ölkələrə Cənub-Şərqi Asiya ölkələrindən Malayziya və Türkiyənin adını çəkəcəyik. Haiti yoldaşlar kasıb ölkə hesab olunur. Bu heç bir qrupa aid deyil. Aydındır? Gəldi Avropaya. Qərbi Avropada antropogen mənşəli düzənliklər ilə məşhur olan ölkə, həmçinin yanar faydalı qazıntı ilə də zəngindir. Həmsərhəd olduğu dövlətlər idarəetmə formasına görə oxşar və fərqli xüsusiyyətə malikdirlər. Söhbət nədən gedir? Bildiyiniz kimi antropogen mənşəli düzənlik polderlərdir. Nələrdir yoldaşlar? Polder. Yaranma səbəbləri isə bildiyiniz kimi qurunun tektonik əyilməsi, okean sularının dəniz qurunu basmaması üçün və ya dəniz sularının qurunu basmaması üçün sahildə beton və bəndləmə işlərinin aparılması və sahil ərazilərin qurudulma prosesidir. Deməli, mətndə verilmiş ölkə olacaq gözəl yoldaşlar bildiyiniz kimi Niderland dövləti. Niderland da deyə bilərsiniz Hollandiyada. Antropogen mənşəli düzənliyin yaradılma səbəbi. Biz izah elədik. Birinci səbəb odur ki, burada qurunun tektonik nəyə baş verir? Əyilməsi. İkinci odur ki, bu ərazilərdə dəniz suları basır. Dəniz suları basır. Üçüncü səbəb odur ki, sahil sular qurudulur və yoldaşlar beton və bəndləmə işləri aparılır. Ərazidə yaradılmış relyefin adını adlandı polder. Ölkə ərazisini genişləndirmə, Eyselmer körfəzini qurudaraq, bəli. 29. Mətnə əsasən cədvəli tamamlayın. Mətndə verilmiş ölkə ilə həmsərhəd ölkələr, yoldaşlar 2 dənə ölkə var. Əlbəttə ki, Almaniya dövləti, şimal hissədə, cənub hissədə də gözəl yoldaşlar Belçika dövləti. Bunları yazdıq. İndi vəziyyət nədir? İdarə etmə forması fərqlidir. Almaniyada nədir? Respublikadır. Amma Belçikada nədir? Konstitusiyalı monarxiyadır. Amma inzibati ərazi quruluşu oxşardır hər ikisində. İkisi də necə ölkədir? Federativ ölkədir. Nətər ölkədir yoldaşlar? Federativ. Sonra 30-a baxırıq. Mətnə əsasən ölkədə ehtiyatları çox olan faydalı qazıntı. Söhbət gedir gözəl yoldaşlar təbii qazdan. Təbii qaz. Hasilatın aparıldığı su hövzəsi təbii ki, şimal dənizi deyəcəyik biz bura. Nə dənizi yoldaşlar? Şimal dənizi. Vəssalam.